Riski sevən dostlar, hamınızı salamlayıram. Dostlar, yeni bir taktik hazırladım. Bizim, belə deyək ki, ən sevdiyimiz oyunlardan biridir. 600 oyunudur. Under and over 7'dir. Balansım 900 rubeldir. Baxıcı görücü üçün balansımı nə qədər qaldıracağım. İlk öncə deyim ki, heç kəsə məsləhət görmürəm və heç kəsə məcbur eləmirəm bu cür oyunlar oynamağa. Sadəcə əyləncəli yollarda öz YouTube kanalımda bu videoları paylaşıram. Deməli dostlar, minimal məbləğ vururuq. Biz 7'ni seçirik. 7'ni necə seçirik? Bax burada. Bunu vururuq. Və 3 dəfə oynayırıq. 3 dəfə oynayanda 2 dəfə ən aşağısı menşi çıxmalıdır. Ondan sonra baxacağız, görəcəksiniz ki, nə etmək lazımdır. Vurduq. Bir menşi çıxdı. Super. Bir dənə bolşi çıxdı. Bir dənə də menşi çıxsa qəşəng olar. Alınmadı. Yəni biz təzədən 3 dəfə ilə 7'ni vurarıq, oynayırıq. Məqsədimiz, yenə də deyirəm, 2 dəfə ən aşağısı menşi tutmaqdır. 3 dəfə də çıxsa yarı-yar. Tak. Bir menşi. Bir dənə bolşi və bir dənə də menşi çıxsa əla. Menşi çıxdı. Super. 2 dəfə menşi çıxdı. Vururuq menşi. Seçirik menşini burada ucu artıq. Çünki 2 dəfə menşi çıxdı. Vururuq 140 rubl. İndi mən 140 vururam. Vurduq. Qəşəng. Hələ ilk öncədən taktika ən birincidən işlədi. Super. Əlirəm minimal məbləğ. Yenə də seçirəm 7'ni və başlayıram oynamağa 3 dəfə. Bolşi çıxdı. Menşi çıxdı. Bir dənə də menşi çıxsa super. Yenə də menşi çıxdı. Vururam haradasa 150 rubl. Tak, yandım, heç olmaz. Əlirəm 300 rubl, izləyirik və super. Yəni ki, ikinci artırlamada balansıma 700 rubl pul oturdu. 690 dəqiq doğrusu. Və yenə də əlirəm 7 və yenə də oynayıram. Bir dəfə menşi çıxdı. 2 dəfə menşi çıxdı. Artıq şu taktika oynayacağım və 3 dəfə hətta menşi çıxdı dostlar. İndi vururam, seçirəm menşini. Vururam 200 rubl. Vurdum və hələ ilk öncədən də çıxdı bizə menşi və balansa oturdu pul. Yenə də oynayıram. 7'ni seçdim. Oynayırıq. 1 bolşi çıxdı. 2 bolşi çıxdı. Taktika təzədən başlayacağım. 3 dəfə bolşi çıxdı. 1 menşi. Super. 7 çıxdı və bir dənə də menşi çıxsa gözəl. Bir dənə də menşi çıxdı. Və hal-hazırda seçirəm 200 rubl vururam. Vururam menşi. Və ən super 460 rubl balansı oturdu. Heç bir problemi də yaranmadı. Və bir dəfə də sonuncu dəfə göstərirəm. Tak, bolşi çıxdı. Bolşi çıxdı. Ucu taktika yaranmayacaq. Tak, yenə də oynayırıq. 1 tak, 7 və 6 yaramadı. Yenidən 1 tak, menşi çıxdı. Bir dəfə də menşi çıxsa qəşəng. Super, vururam menşiyə. 250 rubl bu səfər vururam. Baxırıq. Tak, 8 heç olmaz. 500 rubl vursam, bəli 500 və super. 1150 rubl oturdu balansa. Və dostlar, gördüyünüz kimi balansımı 2088 rubl elədim. Yəni 3 dəqiqənin ərzində balansımı 1088 rubl qaldırdım da, hətta çox 1188 rubl qaldırdım. Hər siz də bu cür oynayıb qazanmaq istəyirsinizsə, riski bu cür sevirsinizsə, bu cür oynayıb qazana bilərsiniz. Yenə də deyirəm, heç kəsə məsləhət görmürəm və heç kəsə məcbur eləmirəm bu cür oynamağa. Bunlar sadəcə mənim fikirlərimdir. Mən öz fikirlərimi əyləncəli yollarda öz YouTube kanalımda paylaşıram. Kanala abunə olmağı unutmayın. Dostlarınızla videonu paylaşın. Like qoymağı unutmayın. Bu videoya aid nəsə sualınız yaransa videonun altında yazın. Sağ olun dostlar. Gələn görüşlərə dək.